olmamışdı. Bu oyuna keçebilmədim, sadəcə haqqındakı mən körünə gelirdim deyə. Ama maşını, bax bu maşının göyə qalxıb qurub eləməyini mən gördüm birinci. Maşın cəhənnəmi, bunu deyəsi yoxlamaz bu maşın. Ki bu yuxarıdan düşür palyonla düşülür. Ola bilər də, bu maşın cəhənnəməyə gidib. Uşaq olardı, özü də bura məktəbli istəyirdik. Bura hadisə olandan sonra nə olacaq? Kamazın sürücüsü hadisenin şokundan hələ tam ayrılmamışdı. Bir neçə avtomobili yararsız vəziyyətə salan sürücüyə yeganə təsəlli verən insan tələfatının olmaması idi. Tormuz var idi, işləyirdim mən. Neçə ili şoförüyəm mən. Hadisədir, tormuz basdı. İnsan gecə yatsa səhər durur. Xəsarət yox. Xəsarətlərə Allah baxıb üzümə ki. O yanda adam, bu yanda adam, adamların üstə sözünün mira olsun, başqa alınlardı. Yəni qurban olmalılar ki, adama deyilmişəm, avtobusa deyilmişəm. Kamaz markalı yük maşını biri sərnişin avtobusu olmaqla bir neçə nəqliyyat vasitəsini əzib. Hadisə zamanı əzilən avtomaşınların əksəriyyəti hərəkətsiz olub. Avtobusda olan sərnişinlər də qəzadan xəsarətsiz çıxıblar. Bakı Avropa Liseyi hadisə baş verən küçədə yerləşdiyindən şagirdlər də, müəllimlər də qorxuya düşüb. Məktəbdən zəngirlər, digər uşaqlar aparın, belə deyiləcək. Hadisə zamanı qaz xətti zədələndiyindən liseyin şagirdləri evakasiya olunub. Dərhal əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəbdə təhlükəsizlik tədbirləri həyata keçirərək nəzarəti ələ alıb. Hazırda həmin əraziyə təbii qazın verilişi dayandırılıb. Yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq. Heç bir təhlükə yoxdur. Təhlükəli zat salınır. Dərhal qaz təsisatı dayandırıldı. Bərpa işləri indi hal-hazırda davam edir. 4 dənə şeylərdə qırılma gedir. Biz amma çox xəttə açılmışıq. Ki başqa gərginlik, xəttə gərginlik olmasın. Qalan xətləri hamısında lazım vaxtda təminləyəcək. Məktəblilərin burnunun uzunun belə qanamadığı qəzada bir neçə avtomobilin yararsız vəziyyətə düşməsi, bir neçə nəfərin xəsarət alması hələ yaddaşlarda çox qalacaq. Tək ziyan malımıza dəysin. Cərimə meydançasına aparılan avtomobillərin sürücüləri də bununla təsəlli tapırdı. Yol qəzasının səbəbini isə Yasamal polisi tapacaq. Günel Yusuf qızı Əli Hacıyev, Space.